Qafqazda müsəlmanların ilk qurumu Qafqaziya Müsəlmanları Ruhani İdarəsi yaranan ilk gündən 1872-ci ildən etibarən İrəvan qazılığı idarənin tərkibində mühüm qazılıqlardan biri olub. Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allah Şükür Paşazadə Qərbi Azərbaycan icması ilə birgə keçirilən konfransda bildirdi. O qeyd etdi ki, İrəvan qazılığının mövcudluğu müasir Ermənistan Respublikasının hal-hazırda əhatə etdiyi ərazidə qədim Azərbaycan yurdu İrəvan mahalında həmin dövrdə məskunlaşmış əhalinin əksəriyyətinin məhz müsəlmanlardan ibarət olması ilə bağlı idi. Şeyxülislamın sözlərinə görə, Ruhani İdarəsinin arxiv materiallarına görə 19-cu əsrin ikinci yarısında İrəvan quberniyasında 300-dən artıq məscid, onlarla mədrəsə və İslam dininə aid olan digər ziyarətgah və pirlər fəaliyyət göstərib. Zamanəsinin böyük İslam alimlərindən olan Şeyxülislam Fazil İrəvani Həzrətləri İrəvanda və yaxın şərqdə bugün də onun adı ilə tanınan məşhur mədrəsəni təsis edilmişdir. İrəvanda Hazırda İsməəddin qəzası üzrə Axund Mehdi Qazizadə, Yeni Bayezid qəzası üzrə Axund Molla Qurban Cənnətzadə kimi tanınmış din xadimləri rəhbərlik edirdi. 1988-1990-cı illərdə Ermənistan ərazisindən Azərbaycanlıların kütləvi deportasiyası nəticəsində bölgədəki 100 minlərlə müsəlman əhalinin bütün hüquq və azadlıqlarına, o cümlədən dini etiqad azadlığına qəsd edildi. Məscidlər, ziyarətgahlar, pirlər, məzarlıqlar və digər İslam abidələri məhv edildi. Milli dini sərvətimiz talan olundu. Əsrlərlə yaradılmış müsəlman sivilizasiyasının izləri silinməyə başladı. Belə bir vəziyyətdə İrəvan qazılığı da öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Şeyxülislam Hacı Allah Şükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi ölkə daxili və xarici bütün tədbirlərdə Qərbi Azərbaycana qayıdış siyasətinə dəstək nümayiş etdirdiklərini, bu mövzunun daim diqqətdə saxlanıldığını vurğuladı. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası bölgə müsəlmanların iradəsini ifadə edərək İrəvan qazılığının bərpasına, qazi səlahiyyətlərinin icrasının qümeyinin sədr müavini Bəxtiyar Mustafaoğlu Nəcəfova həvalə olunması təklifini irəli sürdü və Qazilər Şurası bu təklifi yekdilliklə qəbul etdi. Hacı Bəxtiyar Nəcəfov mənşə etibarilə əslən atası İrəvanlı, anası Naxçıvanlıdır. İsməəddindən deportasiya olunmuş ailənin üzvüdür. Ali dini təhsil görmüş din xadimidir. Cəmiyyətdə yüksək nüfuz sahibidir. Qazilər Şurasının bu namizədə etimadı böyükdür və o, Qərbi Azərbaycan icmasında Qafqaz Müsəlmanları İdarəsini təmsil edir, icmanın işində fəal iştirak edir. Konfransda milli mədəni irsimizi dirçətmək, tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq məqsədi ilə idarədə xüsusi komissiya yaradıldığını açıqlayan Şeyxülislam, yaxın günlərdə İrəvan qazılığının tarixi kitabının təqdim ediləcəyini də xəbər verdi. Lamiyə Rövşənqızı, Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan Televiziyası.